Salam, hər vaxtınız xeyir. 7-ci sinif Namazovdan həndəsəyə aid tapşırıqların izahını verəcəm. Baxaq burada 3-cü tapşırığa. ABC üçbucağında üçbucağımızı adlandıraq. A, B, C üçbucağında. Bucaq C 85 dərəcədir. Bura bir dənə 85 yazırıq. Bucaq A-nın, aşağıda yazıram, bucaq A-nın bucaq B-yə nisbəti bərabərdir 2-nin 3-ə nisbəti. Baxırıq burada, görürük bax, bucaq A birincidir, bucaq B ikinci. Burada da bax, görsən bölmə verib. Deməli, bucaq A-nınki 2 olacaq, B-ninki də 3 olacaq. Nisbətlərdə həmişə K yazırlar. Bucaq A-ya yazıram 2K, bucaq B-yə də 3K yazıram ki, bilim. Bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Burada indi daxili bucaqlar nədir? İçəridə olan bucaqlardır. Olur belə, 3K üzərinə gəlirik 2K, üzərinə gəlirik 85. Bərabərdir nəyə? 180 dərəcə. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Burada dəyişənlə dəyişəni, ədədlərlə də ədədləri bir toplayıb çıxa bilərik. 3K üstə gəl 2K, 3 üstə gəl 2 eləyir 5K bərabərdir. Yox, yaxşı, üstə gəl 85, açıq yazacağım, bərabərdir 180-ə. Burada məqsədimiz K-nı tapmaqdır. Ona görə K-ya bir ədəd kimi baxırıq. Arada işarə üstə gəl olduğuna görə toplanan cəm. Toplananı tapmaq üçün 5K bərabərdir 180 çıx 85. Toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Deməli, 180-dən 85 çıxsaq, 5, 75 eləyəsən. Buradan hesablayıcı ilə dəqiq hesablayayım. 95 eləyir. 95-i də 5K bərabərdir 95-ə. 95-i də 5-ə bölsək 19. K bərabər nəyə? 19-a. Bizdən nə istəyir? Bizdən nə istəyir? Deyir, B çıx A fərqini tap. Bucaq B-imiz nə işarələmişdik? Bucaq B-imizi 3K. Yazıram 3K bərabərdir. K-nı 19 tapdıqda 3 vur 19 eləyir 57 dərəcə. Bucaq A-nı da 2K var. Üçbucağın üzərində qeyd eləmişəm, ona görə görmək daha rahatdır. 2 vur 19, o da eləyəcək 38. Deyə bucaq B çıx bucaq A, yəni 57 çıx 38. O da eləyəcək, baxaq görək, 57 çıx 19 dərəcə. Davam edirik. 4-cü suala baxacağım. Yenə ABC üçbucağından söhbət gedir. Yenə bax, A, B, C. Bucaqlarımı yaz, tərəflərimi, təpə nöqtələrimi yazıram. Bucaq C, bax bizə veribdir, aşağıda yazıram. Bucaq C bərabərdir. Bucaq A üzərinə gəlirik 50 dərəcə və aşağıda, sağda bir dənə də şərt verib ki, bucaq A-nın bucaq B-yə nisbəti bərabərdir 3-ün 4-ə nisbəti. Bax, yaxki kimidir. Burada qələmimi dəyişəcəm. Bax, bucaq A görsən birincidir. Deməli, burada da bax, bölmədə birinci olan A-nınki olacaq. Bucaq B ikincidir, burada ikinci də B-ninki olacaq. Bucaq A oldu 3, nisbətlərdə həmişə yanına bir K yazırıq, 3K. Bucaq B 4-dür, bu da oldu 4K. İndi baxıram, bu şərtim də nədir? Bucaq C dedi, bucaq A üstə gəl 50. Bucaq A nədir? Bucaq A nədir? 3K. Bucaq A-nın yeni 3K, üstə gəl 50. Bitdi. Demək ki, burada bucaq C deyir, nəyə bərabərdir? Bucaq A üstə gəl 50 dərəcə. Bunu belə aydın yazım ki, görüm. İndi bilirik ki, üçbucağın daxili bucaqlar cəmi 180 dərəcə. Daxili bucaqlarımız hansılardır? İşarə qoyduqlarım. O oldu 4K. Üzərinə gəlirik 3K. Üzərinə gəlirik C bucağı 3K. Üzərinə gəlirik 50 dərəcə. Bərabərdir nəyə? 180 dərəcəyə. 6, 10K bərabərdir. 180-dan 50 çıxırıq. 50 ilə bir sağa keçir. Eləyir 130. K bərabərdir 13, 13-ə. Bizdə neysə bucaq beyni. Bucaq beyni nəyinə işarə? Bax, üçbucağın üzərində göstərəndə orada heç bir problem yaşamırıq. 4K-dır da. 4-ü vururam 13-ə. 12, bu da eləyir 52 dərəcə. Qutardı, getdi. Bu qədər rahat. Yaxşı, davam edirik 5-ci tapşırıqla. 5-ci tapşırıqla. 5-ci tapşırıqda bizə nə deyir? Burada üçbucağın nisbətini verir. Allah, yenə üçbucağımı adlandırıram. A, B, C. Bax, indi burada nisbətlərimi yazıram. Bucaq A-nın bucaq B-yə nisbəti
Onun da bucaq C-yə nisbəti bərabərdir 3-ün 4-ə, 4-ün də 5-ə nisbətinə. Baxın, yaxşı kimi, bax, birinci bölən A-dır. İkinci bölən B-dir. Onda burada da ikinci bölən B-dir. Üçüncü bölən C-dir. Onda burada da üçüncü bölən C-dir. Açıq olsun deyə yazıram. Bucaq A, yaxşı buradan yazacağım. Bucaq A bərabərdir 3K-ya. Bucaq B bərabərdir, aşağıda nə verir? 4K. Bucaq C bərabərdir 5K-ya. İndi üzərində yazıram. Bucaq A-mız 3K. Bucaq B-miz 4K. Bucaq B-miz, C-miz 5K. Yenə üçbucağın daxili bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. 3K üstəgəl 4K üstəgəl 5K bərabərdir 180-ə. 3K üstəgəl 4K 7, 7 üstəgəl 5 12K. 12K bərabərdir 180-ə. K da bərabərdir 1, 12. 60 içində də 5 dəfə 15. Aha, bizdə 5-ci tapşırıqda görün bizdən nə istəyir? Bucaq C çıx bucaq B. Bucaq C çıx bucaq B fərqini. Bucaq C-miz nədir? 5K. C-ni yenə qoyuruq. Bucaq C çıx 5K. Bucaq B. B-miz də 4K-dır. 4K-dan 5K çıxanda nə qalır? Bir 4-dən 5-dən 4 çıxırıq 1K. 1 yazılmır elə K. K-mızda nə tapmışıq? 15. Demək, bucaq C çıx bucaq B olacaq 15 dərəcə. Yaxşı, bucaq E 6-cı tapşırığa baxırıq. Yenə ABC üçbucağından söhbət gedir. A, B, C. Bucaq A bərabərdir bucaq B çıx 21. Bucaq B bərabərdir bucaq C çıx 18. Mən burada yaxşı, burada yazaq olarım. Bucaq A bərabərdir bucaq B çıx 21. Bucaq B bərabərdir bucaq C çıx 18. Burada bucaq C-yə tutaq ki, mən X desəm. B onda nə olacaq? Bax, B nədir? Bucaq C çıx 18-dir də. Bu olacaq X çıx 18. Elə bir C-nin yerinə X qəbul eləmişim. X yazıram. C çıx 18. Onda bucaq A nə olacaq? Bucaq A bərabərdir bucaq B çıx, neçədir bu? 21. Bucaq B-miz nədir? X çıx 18. Bucaq B-nin yerinə bunu yazıram. Elə bir burada. Çıx 21 də özü veribdir şərtdə. Bu da oldu X çıx 9, 39. Bucaq A da oldu X çıx 39. Qutardı, getdi. Burada yenə üçbucağın daxili bucaqların cəmi 180-dir. Daxili bucaqlarımız nədir? Bucaq C X-dir. Üzərinə gəlir X çıx 39. Yəni içəridə gördüyüm bütün bucaqları toplayırıq. X çıx 18 bərabərdir 180 dərəcəyə. 3x bərabərdir 180. Mənfi 18-dən mənfi 39 sağ tərəfə keçir. Olur üstəgəl 18, üstəgəl 39. Hesablayıcıdan istifadə edəcəm. Deməli 180 üstəgəl 18 üzərinə gəlirik 39. 237. Onu da böləcəyik 3-ə. Deməli 3x bərabərdir 237. Burada vuruq hasil. Vuruğu tapmaq üçün hasili müəllim vuruğa bölürük. 237-ni 3-ə bölsək 79. X-i tapdıq 79. Gəlin görək bizdən nə istəyir? Bucaq C-ni. Elə bucaq C-ni biz X qəbul eləmişikmi? Olacaq 79 dərəcə. Nömrə 7. Yenə ABC üçbucağında bucaq adlandıraq qoy. A, B, C. Aha, üçbucağında bucaq B bərabərdir. Bucaq A-nı bir X-lə işarələyək. Bucaq B olur. Bucaq A üstəgəl 29. X üstəgəl 29. Onlu bucaq B-miz oldu. Bucaq C də deyir ki, burada yazıram. Bucaq C bərabərdir 3 bucaq B böl 4. Bucaq B-nin yerinə X üstəgəl 9 yazaram mı? Bəli, niyə yazmayayım ki? 3 vurulsun, mörtəzdə yazıram. X üstəgəl 29 böl 4 də öz yerində. Aha, indi bucaq C-ni də, bucaq C-nin qiyməti də budur. Yenə üçbucağın daxili bucaqların cəmi 180 dərəcədən çıxış verəcək. X üstəgəl 29 üzərinə gəlirik. 3x üstəgəl 29 böl 4. Üçbucağın daxili bucaqların cəmi nəyə bərabər? 180. Hər tərəfi 4-ə vuraram ki, kəsirdən azad olum.
Hər tərəf 4-ə vuraram, kəsrdən azad olun. Bir də hesablayıcıdan istifadə edəcəm. Burada olur x üstəgəl, yaxşı o biraz belə aydın yazım. X üstəgəl 29 üstəgəl. Burada 3x üstəgəl 29-u 3-ə vursaq, elə mötərizəni vurub açıram da. 87 böl 4 bərabərdir 180. Hər tərəfi 4-ə vursam, olacaq belə 8x üstəgəl 29-u 4-ə vursaq 116 üstəgəl 3x üstəgəl 87 bərabərdir 180-i 4-ə vursaq, adi hesablamalardır bunlar, 720. İndi burada x-ları bir toplasam, olacaq belə 11x bərabərdir 720-dən elə bir 116 ilə 87 keçəcək sağ tərəfi olur, ona görə çıx 116 çıx 87. O da elə 517. 517. Burada da x bərabər 517-ni bölürük 11-ə. O da eləyir 47. Bunları mən hesablayıcıda işlədirəm ki, vaxtımız getməsin. 7-ci tapşırıqda. Bizdə nə istəyir? C bucağını dərc ölçüsü. C bucağımızı nə qəbul edirəm ki? 3 vur x üstəgəl 29 böl 4. Ona görə aşağıdakıları silirəm. X-i mən tapdığım x-in qiymətidir. Gətirib burada x-in yerinə qoyacağım. Aldığım qiyməti. Bucaq C-ni tapacağım. Bucaq C bərabərdir. 3 vurulsun 47 üzərinə gəlir 29 böl 4. 47 üstəgəl 29 eləyir 76. Vur 3 228 böl 4 57. Demək bucaq C neçə dərəcəymiş? 57 dərəcəymiş. Deməli 8-ci tapşırığa baxaq. Oturacağı AC olan, bax nə deyirsə onda yazırıq. Oturacaq aşağıdadır. B-də təpə bucaqdır. Neçə var? 8. Aha, bərabər yanlı. Aha, dayanıram. Bərabər yanlı deyir. Sırası bu burası silib. Bərabər yanlıda yan tərəflər bir-birinə bərabərdir. Yəni yan tərəflər oturacaq əgər AC veribsə, yan tərəflər bu yanda qalan tərəflərdir. Yan tərəf bərabər yanlışmısa xatırlayaq. Bərabər yanlışmısa yan tərəflər bərabərdir. Bir də oturacağı biçik bucaqlar bir-birinə bərabərdir. Bizə nə deyir? Deyir ki, təpə bucağı 78-dir. Dediyi axı oturacağı biçik bucaqlar bir-birinə bərabərdir. Buna da x deyərəm, buna da x deyərəm. Təpə bucağı da 78. Üst bucağın daxili bucaqlar cəmi neçə dərəcədir? 180. Daxildə gördüklərimi cəmləyirəm. X üstəgəl 78 bərabərdir 180. 2x bərabərdir 180-dən 78 çıxsaq 92 eləyəcək, səhv eləmirəmsə. Bir dənə hesablayın, dəqiq hesablayım. 70, yəni 108. Aha, 108. 108-i də 2-yə bölsək, x bərabərdir 54. Bizdən nə istəyir? Oturacağı biçik bucaqları ilə x qəbul eləmişəm. Bu da oldu 54 dərəcə. 54 dərəcə. Yaxşı, davam edirik. 9-cu sualla. Oturacağı yenə AC olan, bərabər yanlı üçbucaqda ABC. Yenə, bax, bərabər yanlı üçbucaq dediyinə görə deyirəm, oturacaqlar bərabərdirsə, yan tərəflər bərabərsə, yan tərəflər biçik bucaqlar da bir-birinə bərabər olacaq. Yan tərəflərlə biçik bucaqlar, bax, bunlardır. Yəni, tutaq ki, 10-dursa, bu birisi də 10 olacaq. Nəsə, deyir ki, oturacağını biçik bucaq 67-dir. Birini 67 yazdım. Aha, artıq bu qaydan bilirəm. Axı, bərabər yanlış bucaq, oturacağı biçik bucaqla bərabərdir. Bura 67 isə, bura avtomatik 67-ni özüm yazıram. Neçəncimsə 9-cu. Təpə bucağı. Bəli, təpə bucağı bir dənə x verirəm. Üçbucağın daxili bucaqlar cəmi 180 dərəcədir. X üstəgəl 67 üstəgəl 67 bərabər nəyə? 180-ə. X çıx. X bərabər 180-dan 67-lərin cəmini çıxırıq. 180 çıx 67 çıx 67. Eləyir 46. Təpə bucağımız neçə dərəcəymiş? 46. Gəldik indi 10-cu tapşırığa. 10-cu tapşırıqda görək bizdən nə istəyir? Yenə oturacağı AC olan, bərabər yanlı üçbucaqda. Deyirəm, bərabər yanlı sözünü gördüm. Sırada bax, yan tərəflərə xətt çəkirəm ki, bilim söhbət. Bərabər tərəflər olsaydı 3 tərəfə də çəkərdim. Onun xassəsi ayrıdır. Bərabər yanlı, yan tərəflər bərabər. Bura alfa, alfa. Oturacağı biçik bucaqlar bərabərdir. Nəsə, baxaq görək, bərabər üçbucaqda bucaq A, çıx bucaq B. Bura mən bir dənə x yazsam B-yə. A-lar A ilə C bərabərdir. Çünki oturacağı biçik bucaqlardır. Alfa çıx x bərabərdir neçəyə? Hanı misal 10-cu tapşırıq. 6 dərəcədir. Oturacağı biçik bucağı tap. Yəni A-nı tap.
Bu üçbucağın daxili bucaqlarının cəmi 360 dərəcədir. Buradan ki alfanı tapaq. Alfa bərabərdir 6. Elə bir ki azalan çıxılan fərq. Azalan tapmaq üçün çıxılan fərqi toplayırıq. Üstə gəl x. İndi üçbucağın daxili bucaqlarının cəmi neçə dərəcədir? 180. X üstə gəl alfa üstə gəl alfa bərabər nəyə? 180 dərəcəyə. X üstə gəl alfanın yerinə bax 6 üstə gəl x qoyuram. Üzərinə gəl yenə alfanın yerinə 6 üstə gəl x qoyuram. Bərabər nəyə? 180 dərəcəyə. 3 dənə x var. Olur 3x bərabərdir 180. Çıx. 6'lar elə biz sağ tərəfə keçir. Ona görə çıx olur. Çıx 6, çıx 6. Baxaq. 180-dən 12 çıxaq. 168. Onu da 3'ə bölsək 56. Yaxşı, aydın yazacağım. 3x bərabərdir 168. Vuruq hasili. Vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. O da eləyir 56. Görək bizdən nə istəyir? Elə x istəyir. 6 yerləşmədir bura. Bərabərdir 56. Buraya yazıram elə. Aha, bizdən nə istəyir? 10-cu tapşırıqda. Oturacağı bir çift bucaq. Oturacağı bir çift bucaq bizdə alfadır da. 56-nı gətirib burada yerinə yazırıq. Bax burada. 56. Elə bir ki olur alfa çıx. X 56-da. 56 bərabər nəyə? 6-ya. Azalan, çıxılan fərq. Azalan tapmaq üçün fərqlə çıxılanı toplayırıq. O da eləyir 62. Bu qədər. Sonra deməli 11-ci tapşırığı da eləyirəm. Sonuncu tapşırıqdır. 11-ci sonuncu tapşırığı eləyirəm. Deməli yenə AC oturacağı AC olan üçbucaqda 11-ci. AC bərabər, bu da bərabər yanlı. Tez yanlara xətt qoyuram ki, yəni bərabər yanlıdır. Bərabər yanlı üçbucağın oturacağına biçik bucaqlar bərabər. Bunları qeyd edirəm hər zaman. Sonra başlayım görüm mənə veribsə onları qeyd eləməyə. Bu bucağı bərabərdir 3x üstə gəl 11-ə. Bucaq C 3x çıx 1. Bucaq C ilə A bir-birinə bərabərdir axı. Niyə görə? Çünki bərabər yanlı üçbucaqda oturacağı biçik bucaqlar bərabərdir. Deməli onda burada olarmı? 3x çıx 1-ə. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Olur belə. 3x üstə gəl 11. Üzərinə gəlirik 3x çıx 1. Üzərinə gəlirik 3x çıx 1. Bərabər deyim 180 dərəcəyə. 1, 2, 3. 3 dənə 3x var. Olur 9x. 9x bərabərdir 180 çıx 11 o tərəfə gedir olur çıx mənfi 1 sağ tərəfə keçəndə işarəsi olur müsbət 1 üstə gəl 1. Deməli 180-dən çıxacağıq mənfi 9. Deməli 180-dən 9 çıxacaq daha doğrusu. O deyirik 171. 3x bərabərdir 171-ə. X də bərabərdir 57-yə. Deməli, bizdən nə istəyir? 11-ci sualdır bu. X istəyir elə. X-imiz 57 dərəcə. Yaxşı, 12-ci sualda yazım. O da biraz maraqlı sual oxşuyur. 12-ci sualda yazdım. Sonra yekunlaşdıracağım. Yenə oturacağı AC-dir. Burada C. Burada C. Burada da B. Qələm bir də yazmadı. 12-ci sual. Nə deyir bizə? Oturacağı bərabər yanlı üçbucaq. Yenə bax, bərabər yanlıdır. Yan tərəflər bərabərdir. Oturacağı biçik bucaqlar da bərabərdir. Alfa qeyd edirəm ki, sonra yadımdan çıxmasın. Burada bir dənə x təpə bucağını bilmirəm. Nə deyir? Oturacağı biçik bucağın təpə bucağına nisbəti. Oturacağı biçik bucağım alfadır da. Təpə bucağım da x-dir. Alfanın x-ə nisbəti nə deyir? Deyir 23-ün 14-ə nisbətidir. Baxın, burada bir yaxda demişəm. Birincilər birincilərə, ikincilərə bərabərdir. Yəni, alfa bərabərdir nəyə? 23 k-ya. X nəyə bərabərdir? 14 k-ya. Aha, indi alfanın yerinə 23 k yazıram. Alfanın yerinə 23 k. X-in də yerinə 14 k. Üçbucağın daxili bucaqlar cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Eyni xassələrdir var. 23k üzərinə gəlir 23k üzərinə gəlir 14k bərabər neçəyə? 180 dərəcəyə.
23 üstə gəl 23 edir 46. 46 üstə gəl 14 eləməlidir 60. Aha. 60k bərabərdir 180-ə. K da bərabərdir 3-ə. Bizdən nə istəyir 12-ci tapşırıqda? Bu üç bucaq oturacaq. Oturacaq iki bucağım nədir mən? 23k'dır da. 23k 23 vur k deməkdir. O da bərabərdir. 23 vur 3. O verir 69. Bu qədər. Baxın gömləsi üç bucaq var. Bir də üç bucaq qalıb deyil. Onu ayətdə bir də misal yazım. Sonra yekunlaşdırım. Aha. Baxaq nəyə? 13-cü suala baxıram. Sırayla gedəcəm. Yenə oturacaq AC olan bərabər yanlı üç bucaqda. Bərabər yanlı dediyinə görə tez yanlara bir dənə xətti qoyuram. Bucaq oturacaq iki bucaqlara qoyuram ki, yadımdan çıxmasın. Bucaq A bərabərdir. Bucaq B-yə bir dənə X verirəm. Bu da bucaq B. Bucaq A bərabərdir. A nədir? Alfadır. Alfa bərabərdir. 2 bucaq B. B-miz X-dir. Olur 2X çıx 15. Bəli. Bura 2X çıx 15-dirsə, bərabər yanlış bucaqda oturacaq iki bucaqlar bərabər. Onu burada olacaq 2X çıx 15. Burada X özü veribdir. Yenə bax görürsünüz hamısı eynada gəldi. X üstə gəl 2X çıx 15. Üzərinə gəl. Yenə 2X çıx 15. Baxırıq bax 2X çıx 15-dən 2 dənədir. Bir dənə də X-dən. Bərabər nəyə? 180 dərəcəyə. 4X 5X bərabərdir. 180 üstə gəl 30. 180 üstə gəl 30. X bərabərdir. 180 üstə gəl 30. 210 eləyir. 210-u 5-ə bölsək 42. Bizdən 13-cü sualda nə istəyir? Bucaq A-nı istəyir. Bucaq A-nı nə qəbul eləmişəm? Yəni 42-ni tapıb saz 42-ni götürməyin. Bizdən bucaq A-nı istəyir. Bucaq 42 bucaq B-dir bax. Çünki bucaq B-ni X-nə qəbul eləmişik. Bucaq A-mız nədir? 2X çıx 15. Bərabərdir. 2 vur 42 çıx 15. Bərabərdir. 42-ni 2-yə vururam. 84 çıx 15. 69. Burada vurdum. 69. Bu qədər. Diqqətiniz üçün təşəkkürlər.